Bakıda öz miqyası və konsepsiyasına görə sözün əsl mənasında möhtəşəm sayıla biləcək Kalizon İtaliya ekspozisiya məkanının açılışı olub. Burada Avropanın əfsanəvi mebel brendlərindən ibarət zəngin kolleksiya və dünyanın məşhur dizaynerlərinin interyer nümunələri təqdim olunur. 25 min kvadrat metr ərazidə yerləşən Kalizon İtaliyanın açılışı oldu. Tədbiri İtaliyanın ölkəmizdəki səfiri Gianpaolo Cutillo açdı. Kalizon İtaliya layihəsi qonaqlara məkanın təsisçiləri Qalib Məmmədov və Namiq İdrisov tərəfindən təqdim olundu. Burada ilk dəfə lüks sinifinə aid 300-dən çox mebel firması eyni vaxtda bir məkanda təmsil olunur. Burada alıcılara mebel və mətbəx nümunələri, santexnika məmulatları, bəzək materialları, divar kağızları, parketlər, qapılar, pəncərələr, pərdələr, işıqlandırma vasitələri, zəngin qab-qacaq dəstlərindən ibarət böyük kolleksiya və ev üçün aksesuarlar təklif edilir. Bu böyüklükdə satış yeri heç Avropada yoxdur. Biz Avropada ən geniş məkana və interyerə sahib mebel məkanını açmışıq. Açılışda İtaliya mebel sənayesinin liderləri, 100-dən çox birinci şəxs, aparıcı mütəxəssislər və dizaynerlər iştirak ediblər. Kalizon İtaliya mebel və interyer məkanının təqdimatı çərçivəsində Fəxriyə Xələfovanın kolleksiyasından ibarət interyerdə libaslar adlı maraqlı sərgi də təşkil edilib.